Herkese salam dostlar. Yepyeni Free Fire videomuza da xoş gəlmisiniz. Bu dəfəki videomuz hesab incələmədir. Bu serini çox bəyəndiniz. Ona görə də yenə abunəmin hesabındayım və bu hesabı incələyərək bu serinin davamını gətirəcəm. Əgər siz də hesabınızı incələməyimi istəyirsinizsə, rəy qisminə yazın. TikTok və ya nömrə vasitəsilə əlaqə saxlayaraq mənə yan bağ verirsiniz və mən hesabınızı incələyib videoyu almağa başlayıram. Videoya başlamazdan öncə kanala abunə olmağı və videolara like atmağı unutmayın. Əgər bu videoda ən az 200 like gəlsə, bu serinin davamını gətirəcəm. Hazırsınızsa, gəlin başlayaq. Dostlarım, başlayırıq əvvəla profilimizdən. Buna da verin bizə. Profilimizdə görmüş olduğunuz kimi 56 level hesabdır. Əllə yığılma old hesabdır, köhnə hesabdır. Amma o elə də güclü səviyyə kasılmayıb. Görmüş olduğunuz kimi hesaba çox da güclü incələməmişəm, çünki vaxtım yoxdur. Baxın, köhnə editlərdən hansıdır. Bu neçənci editdir? İkinci ayaqlanma rozeti. Bilən varsa kommentə yazsın. Yəni bu sezondan açıq olub, görmüş olduğunuz kimi belə bir hesabdır. Neyse, keçək silahlara dostlar. Bir silahları incələyəcəyik. M4A1, klasik M4A1, 5 ədəd M4A1 desenimiz var. Kalaşnikovdan görə nə var? AK desenimizdə elə də güclü bir desen yoxdur. Yəni standart əldə yığılma hesabı necə olur? Baxın dostlar, belə olur. Yəni elmas vurmadan və ya aşağı büdcə ilə yığılmış hesabdır. Həqiqətən də dostunuz çox qəşəng yığıb hesabı, əllərinə sağlıq. Baxın, burada belə bir Groza desenimiz var. Köhnədir bu arada bu. Sadəcə təəssüf olsun ki, bu vaxtlıdır. FAMAS 4 ədəd FAMAS desenimiz var. XM8 elə də güclü desenimiz yoxdur. Sadəcə belə deyiləm, müftə alınanları qoyub. AUG desenimizdən görə nə var? AUG desenimizdə bu çox sevirəm bunu. Düzdür, pulsuz verilsə də, amma yenə də mənim üçün dəyərlidir. Keçək parafala. Parafal 3 ədəddir. Bu zaten onu bilən bilir. Bu köhnələrindir. Çox möhtəşəm bir parafaldır. Zaten bu ola gedib heç o birislərə baxmağa dəyməz. Aha, yalı haqqında. Dostumuz nə zaman quşamıydı? Neyse, mən quşamıram. Özü bilər. Yəni öz hesabıdır. Burada heç belə deyək də onları əlləməyəcəm. Sadəcə mən hesabı incələmək üçün icazə alıb hesaba daxil olmuşam. M14 3 ədəd M14 deseniz var. Amma dostlar, baxın, o deyilir ha, azdır amma sazdır. Baxın, bu da ondandır. Yumurta avcısı var. Baxın bu. Çox möhtəşəmdir. Düzdür, gücü elə də hasarı 1'dir, amma görünüş cəhətdən çox möhtəşəmdir. SKS desenimizdən 3 ədəd var. SKS desenindən SKS çox bəyənmirəm, amma bu səhv eləmirəmsə olddur. Köhnənin SKS desenidir. CVD dedi fişek bu zaten demək olar çox hesabda var. 3 ədəd AFK desenimiz var. 4 ədəd AT80. Baxın, bunu da pulsuz versə belə, mən bu AT80 desenini şəxsən özüm bəyənirəm. Hətta mənim də hesabımda deyəsən yoxdur, olsaydı oynayardım. Yəni AT80 elə də güclü deseni yoxdur burada. Mənim hesabımda da AT80 elə də çox deseni yoxdur. Səhv etmirəmsə atölyeləri çıxıb, amma mənim hesabımda yoxdur. Makineli tüfək gəldi bura. M249, bir ədəd M249'umuz var. Bu köhnədir. Amma demək olar 99% hesabda var. Yəni pastiyanlı oynanılan hesabların demək olar çoxsunda var. Kord, bu da çox adamda var. Yəni çox hesabda görmüşəm. Kılıcım Shinobi özü köhnəndir. Nə vaxt gəlib bilmirəm. Bilən varsa kommentariyaya buyura bilər. Bu arada dostlar, əgər bura qədər gəlmişsə və hələ də kanala abunə deyilsinizsə, mümkünsə bir dənə abunə olun. Məni həqiqətən də çox möhtəşəm bir şəkildə motive etmiş olursunuz bunları eləməklə. Yəni dediyim kimi, əgər bu videoya da ən az 200 like gəlsə, bu serinin davamını gətirəcəm. Hətta abunəmin birinin hesabı var, o çox möhtəşəm hesabdır, bahalı hesabdır, həm də satışa çıxıb, onu sizlərə reklam eləyəcəm. Hafif makineli tüfəkləri gəlmiş olanda isə, burada nə görürəm belə, uşaqlar? Burada nə görürəm belə? Yəni bunu bilən bilir, düzdür, max deyil. Max deyil. Amma zaten bunun olmağı var. Ha, bu bilirsiniz nə deməkdir? Hesabın köhnəliyindən xəbər verir. Nəzərinizə çatdırım ki, bu heç mənim hesabımda belə yoxdur da, yəni o dərəcədə. Ha, bu da qəşəngdir. Atış hızı 1'dir, zırh verməsi 2'dir. Çox möhtəşəmdir. Bu da qəşəngdir bu arada, atış hızı 2'dir. Hətta bunu səhv eləmirəmsə M14 variantı da var. Onda da atış hızı 2 idi. Bilmirəm, səhv edirəmsə düzəldə bilərsiniz. Amma mən bana görəndən sonra keçmiş zamanlar yadıma düşdü 2018-də. Özüm mən 2018-də başlamışam. O vaxtda da bu təzəyisən gəlmişdi. Mənim də başım çıxmır deyə almamışdım. Nəysə, keçdik MP5-ə. 6 ədəd MP5 desenimiz var dostlar. Nəzər dostumuz bunu kuşanmayıb, bunu kuşanıb. Yəqin hasarına görə, yəni gücünə görə kuşanıb. Nəysə, çox qurcalamayaq. İndi onun şəxsi hesabıdır, öz fikridir, özü bilər. Nəysə, MP5 də bu qədər. Keçdik VSS, VSS Metallic adında bir desenimiz var. Digərləri vaxtıdır, heç onları göstərir, vaxtınızı almağa dəyməz. Gəldik bura MP40 deseni. Ən sevdiyim silahdır burada MP40. MP40'lardan da elə güclü bir şey yoxdur. Amma dostumuz deyəsən isabətliyi yaxşı olanı kuşanıb. Keçdik P90'a. Bəli, bunu da bilən bilir. Yəni bunun haqqında da çox şey danışmağa ehtiyac yoxdur. Əsl old silahdır. Köhnələr zaten biləcək bunu. Burada nə demək istəyirəm. Keçdik Thompson'a.
Sondan da bu oldu. Yəni bu zaten burada bu maskanı görəndə özünüz biləcəksiniz ki, bu hansı sezondan söhbət gedir burada. Zaten siz burada bu maskanı görən kimi biləcəksiniz ki, bu hansı sezonundur. Amma elə də dəyəri yoxdur, təəssüflər olsun ki, indi Free Fire'da elə şey var ki, köhnə olsa da dəyəri olmur. Bu da onlardan biridir. Keçdik Vector'a. Vector'da da güclü bir desen yoxdur. Makonda da həmin şikayətdə Bizon. Bizon ən sevdiyim silahlar arasındadır. Hansı ki, mən çox vaxt darda olanda Bizon məni dardan çıxarır. Yəni Bizon məni qurtarır. Yəni bu o tip silahlardandır. Həqiqətən də mən ən çox güvəndiyim silahlardan biri deyil. Biri MP40'dır, biri UMP'dir, biri isə Bizondur dostlar. Dostunuz bunu kuşanır. Hərəkət hızı 1, doğrulma hızı 1. Çox böyük ehtimal dostunuz əsl rank kasan oyuncusudur. Ona görə də silahları bu tipdə güclərə görə kuşanılıb. Pompalı tüfənglərə gəlincə heyif ki 16 saatlıqdır da dostum. Yəni inşallah bunun kalıcısı sənin qismət olar. Bu çox möhtəşəmdir. Amma təəssüflər olsun ki vaxtlıdır. Gəldik Splash'a. Splash'dan baxın bir ədəd normal desenimiz budur. Amma bu qəşəngdir. Sadəcə Splash'la çox demək olar ki, heç oynanılmır deyə bunun bir önəmi qalmır. Sadəcə bəlkə silahın olmayanda falan lobidə kuşanmağa dəyəcək. Keçdik Magnet'e dostlar. Magnet'i baxın bunu bəyənirəm, düzdür. Deyəsən səhv eləmirəmsə bu altın otomatına gəlmişdi. Amma yenə də çox möhtəşəmdir. Hətta gücü də var, özünə məxsus gücü də var. İsabətli 2-dir də, bundan artıq nə istəyirsiniz? Amma dostumuz nəsə bunu kuşanmayıb, sadə olanı kuşanır. Nəysə davam edirik. Şarj bozan. Burada bir ədəddir. Belə bir şarj bozan deseni yoxdur uşaqlar oyunda. Mən bundan ilk dəfə görürəm. Nəysə davam edirik dostlar. Tragon. Tragondan da əldə güclü bir şey yoxdur. Gəldik keçkin nişanlı tüfənglərinə. Belə bir AVM desenimiz var. S32-yə aid desendir. K98 bunu bilən bilir. Demək olar çox hesabda var, amma oddur. Dəyərlidir və oddur, köhnədir. Düzdür, K98 ilə oynanılmadığı üçün bu desenə çox da fikir verilmir. Gəldik M24'ə. M24 bu deyəsən elmasla alınma, elmas vurulma etkinliyindən alınma bir şeydir. Çaşdan elmas vururduq və bizə bunu pulsuz bir şəkildə əlavədən verirdi. Şifa tüfeyi zaten klassik bir desendir. Yəni bunu demək olar çox hesabda var. Gəldik tapançalara. Desert Eagle. Baxın belə bir Desert Eagle görünüşümüz var. Baxın burada hətta vaxtlı da olsa boyapasın Desert Eagle görünüşü var. Dostum sənə məsləhət. Yəni bunu al yenə. Yəni bunu mütləq və mütləq bir şəkildə al. Heç olmasa, yəni belə deyək də boyapas 2-3 manat dəyərindədir. Bu Desert Eagle deseni çox möhtəşəmdir. Yəni bu Garena bu tərz silahlara desen çox gec bir şəkildə gətirir. Çox az bir sürətdə gətirir. İldə 1 və ya 2 dəfə ay olur, ayda olmur. Keçdik G18 yox, M1873 desenimizə. Nicel bilinməyən adı çox qəribədir. Mən də bundan ilk dəfə görürüm. Bu bir də bu M1873 üçün desen var mıydı? Heç onu da bilmirəm. M500 bəli. Et dərəcəlinin kralı. Əsasda yəni biz bununla oynayırdıq. Hətta dostumuz bunu kuşanıb düzdür. Old deyil 2025-ci ilində. Amma yenə də haqlaman olsun görə kuşanıb. FF bıçağı, banan şəklində olan FF bıçağı qəşəngdir, möhtəşəmdir. Gəldik yaxına. Baxın 6 ədəd dostumuzun tavası var, 10 ədəd palası var. İndi bunlar çoxsu pulsuz verilir deyə aralarında elə dəyərləri olmur. Ona görə də vaxtınızı almadan sürətli bir şəkildə keçirəm. 3 ədəd katanası və 4 ədəd tırpanımız var. Yumruqlardan heç nə yoxdur, inşallah da olar. 24 ədəd bombamız var, 9 ədəd mühafız divarımız var. Baxaq görə divarlardan. Zaten bu varsa heç o birişlərə baxmağa dəyməz, beşə bir şeydir. Köhnələrdən var, köhnələrdən görürəm, bəli, baxın bunları görürəm. Əla, pis deyil, maraqlıdır. Gəldik kasaya dostlar. Kasada 93 ədəd başımız var. Joker'i gördüm burada, maskanı falan gördüm. Əla, Old Elite'in paltarları falan var, Old Elite'in maskaları var. McLaren dəstimiz var, çox möhtəşəmdir, bəyəndim. Hesab qıraqdan baxanda boş kimi görsənir, amma əslində alsa incələyəndə daha çox şey üzə çıxır. Zaten bu maskanın dəyərini, maska deyil bu, mayka. Bu maykanın dəyərini bilən bilir. Aşağıya doğru enirik. Bəli, baxın burada old paltarlar bizi qarşılayır. Həqiqətən də hesab çox möhtəşəmdir ya. Bu prosta yığılmağa ehtiyacı var bu hesabın. Gəldik şalvarlara. Şalvarlardan da köhnə ürəkli caz pantolonumuz var dostlar. Əla, pis deyil, maraqlıdır. 106 ədəd ayaqqabımız var. Hansı ki ağ ayaqqabının bənzəri var, bir də Vietnamka var. Onlara çox toxunmuram ki dostumuzun kombini pozulmasın. Gəldik ifadələrə dostlar. 22 ədəd ifadəmiz var. Bəli, bu ifadəni deyəsən 2019-cu il, 2021-də verirdi. Pulsuz bir şəkildə etkinlik vasitəsilə verildi. Baxın bu yumruq ifadəmiz var, çox möhtəşəm bir şeydir bu da. Baxın bu. Bunu zaten köhnə oyuncular biləcək, yerində də tutacaq tema ki, bu hansı ifadədir. Cristiano Ronaldo'nun ifadəsi. Yox, Cristiano Ronaldo'nun deyil. Bu adi bir sıradan ifadədir səhv eləmirəmsə. Gülməyimiz var. Yox, təəssüf ki gülməyimiz yoxdur. Gəldik dostlar, sonra. O, düşmə effekti. Bu ən çox bəyəndiyim düşmə effektidir ya bu arada. Bu elə belə düşmə effekti deyil dostlar. Özdə təyyarənin yanında da çox möhtəşəm görsənir.
46 ədəd baxın yağma kutumuz var. Maşınlara gələndə bir ədəd belə bir McLaren desenimiz var. McLaren deyil bu. Hə, canavar kamyon 3 ədəd var. Gəldik profillərə. Profillərdə deməli 143 ədəd profilimiz var dostlar. Çox möhtəşəm ya bu arada. Yəni dostumuz necə bunları kuşanmayıb, çox maraqlıdır mənə. Neyse aşağıdaşlar zaten də çox dəyərli deyil, ona görə dostumuz onu uyduzlamayıb. Baxın 171 ədəd deməli sancağımız var. Neyse dostlar, bugünkü videomuzda da bu qədər. Dediyim kimi, əgər bu videoda ən az 200 like gəlsə, bu serinin davamını gətirəcəm. Sağ olun, salamat qalın. Kanala abunə olub videolara like atmağı unutmayın.